Salam. Bugün bir video çekmek istedim. Ama ne videosudur, ne barədə danışacağım, heç bir fikrim yoxdur. Və yerim də biraz narahatdır çünki çox qəşəng spotdayam əslində, çox qəşəng bir yer tapmışam. Mərkəzi parkın yuxarısında. Amma ki oturduğum yer pisdir. Bizim stol pisdir və mən stola dayanmışam. Ee, telefonum. Neyse, bugün nə haqqında danışacağım? Bugün canım biraz sıxılıb. Bu gün yox, ümumiyyətlə mənim bir həftədir canım çox sıxılıb. Və artıq ətrafımdakı insanları o qədər be məncə bezdirməmişəm, amma bir yandan da bezdirmişəm deyə düşünürəm. Çünki hər dəfə eyni söhbətləri, eyni insanlara danışmaq yorur da. Həm onları yorur, həm məni yorur. Həm nə bilim, ehtiyac yoxdur deyə düşündüm. Və dedim ki, niyə də bir video çəkməyim bununla bağlı ki, təbii ki də burada problemlərimi danışmayacağam, çox rahat ola bilərsiniz. Sadəcə içimdəkiləri demək istəyirəm. Belə sevgi sizcə tapılan bir şeydirmi, yoxsa yaradılan? Hmm, nə bilim, məncə bayaq bir podruqamla bunun müzakirəsini elədik. Tapılan bir şeydir. Yəni tapmasan onu yaratmasan tapmasan necə yaradacaq? Yəni onu həmin insanın içində görməsən, tapmasan necə yaradacaqsan deyə düşündüm. Sonra dedim ki, yox, elə deyil. Və mənim dostum çox məntiqli bir şey dedi. Dedi ki, sevgi anlayışı, nə bilim, bir-birini sevmək anlayışı, yəni keçmişdən indiyə doğru çox dəyişilib. Yəni məsələn, keçmişdə nə var idi? Məktub var idi, eşq məktubu yazırdın və nə bilim yaylıq atırdın və yaxud da nə bilim nəsə də ki, səni istəməyə gəlirdilər, məsəl üçün. Deyirdin ki, ay da məni necə sevir də, ölür mənim üçün. İndi məsəl üçün story'mə baxmır. Deməli məni sevmir kimi belə gic-gic anlamlar çıxarır. Yəni sevgi anlayışı çox dəyişkən bir anlayışdır. Yəni bu gördükcə, ətrafında müşahidə elədikcə dəyişən bir anlayışdır. Yəni görürsən ki, məsələn, filan kəsin bir məsəl üçün bu gün kafedə işləyəndə iki dənə yox, bir dənə cütlük gəldi və çox gözəl cütlüydü də. Yəni bir-birlərini o qədər sarıb sarmalayırlar və o qədər bir-birlərinin qeydinə qalırlar ki, əsas da belə oğlanın qeydinə qaldığını görəndə lap özümü yaxşı hiss edirəm də onlara görə. Niyə? Çünki belə deyim də, özümü qızın yerinə qoyuram və deyirəm ki, də mən onsuz da qayğıkeş insanam. Bir oğlanın qayğıkeşliyi lap məni belə cəlb eləyir ki, bare minimumdur. Bilirəm iki tərəfdə olmalıdır. Məncə fikrimi anladınız nə demək istəyirəm. Yəni oğlanlardan daha biraz bu yenə cinsiyyətçiliyə gedib çıxır oğlanlar falan. Düzdür, xarakter məsələsidir. Amma genəldə qarşılaşırıq ki, hədə oğlanlar daha şeydir, ilgisizdir, daha nə bilim nədir, odundur belə. Yəni gördüm belə çox xoşuma gəldi də. Və nə edirəm? Mən onları görürəm, deyirəm ki, hədə oğlan belə sevir də qızı. Məsələn, yəni bu cür göstərir sevgisini. Kaş məndə də olsa. Və məndə təzə bir sevgi anlayışı yaranır. Yəni təzə bir nə bilim o fikir yaranır ki, hə belə eləsəydi deməli mənə sevir olur. Amma əslində hər kəsin məncə sevgi göstərmək tərzi fərqlidir. Amma göstərməlidirmi hər kəs? Məncə göstərə bilməlidir. Məncə sən bir insanı sevirsənsə, o qədər o içivə sığmır ki, o sevgi. O qədər aşıb daşır ki, sən bunu hər şeylə göstərə bilərsən də. Bir baxışla göstərə bilərsən, bir toxunuşla göstərə bilərsən. Məsələn, mən hədiyyə ilə göstərirəm ki, bunu lağa qoyan insanlar da olmuşdu həyatımda ki, sən hədiyyə alırsan, güya ki, nə oldu ki filan. Amma bu mənim sevgi anlayışımdır. Yəni mən səni sevirəm və sənə bu hədiyyəni alıram çünki mən səni düşünərək onu eləmişəm. Və bilmirəm özümü tərifləmək kimi çıxacaq, amma mən hədiyyə mövzusunda çox yaxşıyam. Yəni bir insanın o duyğusallığından mı götürək, nə bilim, axı o mənəvi hədiyyə deyək də, mənəvidə də, əslində maddidə də çox yaxşı hədiyyə seçə bilirəm. Çox belə sevindirməyi bacaran bir insanam məncə. Çox məncə az olub ki, mən kiməsə hədiyyə alım, o bəyənməsin də. Həmişə düşünərək nə isə alıram da. Ya ehtiyacı olan bir şey, ehtiyacı olduğu üçün bir şey alıram. Ya da ki, məsələn, ağzından bir şey eşitmişəm. Yəni mən o qədər beynimdə tuturam ki, o mövzuları. Məsələn, tutaq ki, tanımadığım bir insan, tanımadığım dediyim yaxın olmadığım bir insandır. Tutaq ki, Instagramda bir şey repostlayıb. Şey eləyirəm, ağlıma o məlumat qazınır. Ki bəs bəlkə biz haçansı yaxın olarıq, bəlkə də haçansı bizim söhbətimiz düşər və nəsə olar. Bunu ala bilərəm onu. Məsələn, həmin hədiyyə qabağıma çıxanda şey oluram. Ona ala bilərdim bunu.
Və o şey həvəs gəlir ki, oyda kaş elə bir şey olsaydı ona hədiyyə alsaydım. Çox qəribə bir xasiyyəti var. Yəni niyə hədiyyə almağı sevirəm bu qədər bilmirəm. Hədiyyə qəbul eləməyi də sevirəm. Ə, Nəsə də axır belə. İndi deyək ki, mən bu aralar niyə özümü pis hiss eləyirəm? Düzdür, sizin mənim problemlərimdən sizə nə? Amma yenə deyirəm, mən danışmaq istəyirəm. Danışdıqca özümü rahatlamış hiss eləyirəm. Biraz olsun içim rahatlayır. Mənim problemim bilirsiniz nədir? Mən iç huzurum yoxdur. Yəni belə deyim də, bacım o gün məndən danışırdı. Mən otağımdaydım və mən yenə həmin dəyişməyəcək şeylərdən 2 gün əvvəl ya da dünən yox, səhər gün dəyişməyəcək şeylər haqqında yenə dərd yanırdı. Dedim ki, mən yəni dayana bilmirəm də nəzərən. Yəni necə olur ki, bu qədər dərd çəkə bilirəm filan. Hələ 20 yaşım var da mənim. Nə yaşım var ki, mən bu qədər problemin içində itirəm də. Bacım dedi ki, Nərmin, sən özünlə problemini çözməlisən. İnsanlarla problemini ailə çözərsən də, yəni. Sən birinci özünlə problemini çözməlisən. Çünki o insanlarla olan başlıca problemin sənin özündən gəlir də birinci olaraq. Deyirsən içində bir boşluq var. Mənim bacım bu arada best terapistimdir. Yəni onun danışdığı hər şey mənə belə məntiqli gəlir. Məndən kiçik olmasına baxmayaraq, yəni belə heyranlıqla qulaq asıram da həmişə ona. Və onu çox sevirəm. Nəysə, hə, dedi ki, Nərmin, sənin içində bir boşluq var və sən bunu doldurmaq üçün insan axtarırsan. İnsanları qoymağa çalışırsan o yerə və yaxud da insanları istəyirsən ki, o boşluğu dolduracaq hərəkətlər eləsin. Amma Nərmin deyir ki, heç kim sənin üçün bunu eləməyəcək də. Yəni heç kim məncə sənin özünü sevdiyin qədər səni sevməyəcək. Ona görə deyir ki, yəni birinci təbii ki də bu bir klişedir. Birinci özümüzü sevməliyik. Amma bilirsiniz necədir? O özünü sevgi anlayışı məndə hə özümü bəyənirəm. Okay. Hə özümü önəmsəyirəm. Hə tamam. Amma özünü sevmək və özünü başlıca olaraq hər kəsdən önə qoymaq, yəni mən üçün şeydir bu. Onu necə məndə elə bir o sistem yüklənməyib də, bilmirəm o necə bir şeydir. Yəni tutaq ki, biri məni çox incidir. Hə, aram dəyir filan. Onu şey eləyə bilmirəm. Neynirəm səni? Mən daha önəmliyəm. Filan eləyə bilmirəm. Yəni o acını mən çəkməliyəm. Onun gedişini mən bir qəbullanana qədər, bir həzm edənə qədər bir acını çəkməliyəm. Və bundan çox narazıyam. Çünki niyə də, yəni 22 ildir yaşayıram da, düzdür? Yəni bəlkə də bir 44 ildə yaşayacağam məsəl üçün. 2 dənə 22 görəcəm də. Yəni o qədər insan itirəcəm ki, o qədər insan həyatıma girəcək ki, yəni hər dəfə belə mən deyirəm bacıma ki, hər dəfə mən belə mi yaşayacağam? Yəni beləmi olacaq? Yəni kimsə gələcək, həyatımdan girəcək, at oynadacaq özü üçün, məsəl üçün. İstədiyini eləyəcək filan. Sonra deyəcək ki, Nərmin, davay. Və yaxud da dostluqda olsun. Ümumiyyətlə, bunu ümumiyyətlə danışıram. Mən bu yaxınlarda çox insan itirdim. Həyatımdan çox insan çıxdı. Və hamısı da çox sevdiyim insanlar idi. Yəni sevgimin həddi hüdudu olmayan insanlar idi da, belə deyim. Və o qədər çətin bir şeylər yaşadım ki, bəlkə də bu o qədər də şey deyil sizin üçün, bəziləriniz üçün ki, nə bilim, yaxşı da, abartma da, o qədər də yox filan. Amma mən insanlara çox məna yükləyirəm. Belə deyim də, insanları beynimdə çox böyüdürəm. Birinci kəsməliyəm məncə. Çox böyüdürəm. Yəni bilirsiniz necə? Məsələn, oturmuşam, həmin insan haqqında düşünürəm. Onun bəlkə də heç vaxt eləməyəcəyi şeyi beynimdə qurub özümü romantikliyə həsr edirəm ki, belədir də 100% filan. 100% olmasa belə, yəni şey edirəm ki, hə, belə olsaydı. Yəni özümü o dreamin içinə salıram da ki, xəyalda yaşayıram, belə deyim. O reallıqla üzləşə bilmirəm. O reallığı qəbul eləyə bilmirəm, çətinlik çəkirəm. Yəni nə bilim, Nəzin də onu deyir ki, yəni sən o boşluğu öz içində həll eləyə bilməsən, özünə özünə yetməsən ki, mən məncə özümə yetə biləcəyimi düşünürəm. Bilmirəm. Əmin deyiləm. Özümdən çox qərarsızam da. Belə deyim də, hə, mən bir həftədir ancaq tək gəzirəm. Təkəm. Yəni neçə dəfə təklif eləyən oldu ki, Nərmin görüşək, gəzək filan. Əsla istəmirəm. Həm onları üzməmək üçün, necə üzməmək üçün, yəni mən oturub ancaq yəni çox üzgünəm. Yəni ancaq ağzım açılacaq
ondan danışacağam, kimdənsə danışacağam, kimsə barədə danışacağam. Dedim ki, belə-belə bir söhbət olub, nə məsləhət görürsən? Yəni o da deyəcək ki, nəyimə lazımsan, yəni niyə bunlarla məni sıxırsan? Ona görə heç kimi sıxmaq, heç kimə öz pis enerjimi ötürmək heç istəmirəm. Özüm özümdən baş-başa qalıb öz problemimi özüm çözmək istəyirəm də, belə deyim. Ki mən çözə bilirəmmi? Bilirsiniz, şəhəri qarış-qarış gəzirəm. Qarış-qarış gəzirəm. Özümü dəniz qırağına belə güclə dərsdən çıxıb özümü dəniz qırağına güclə çatdırıram da ki, o bugünkü o dəniz qırağı şeyi, necə deyim, onu alım da, o gücü biraz alım oradan. Yəni gedirəm, biraz rahatlaşıram, özümlə danışıram, söhbət eləyirəm, beynimdə düşünürəm, mahnıya qulaq asıram, biraz sakitləşirəm də nisbətən. Çox adam var burada. Niyə bu qədər adam var? Bu qədər adam olacağını düşünmürdüm. Dedim ki, ayda şeydir. Nəysə. Amma heç utanmıram. Mikrofon dərdimi azaltmaq üçün sadəcə elədiyim şey gəzməkdir, hava almaqdır, sevdiyim insanlarla dərdləşməkdir. Sevdiyim insanlar da kimdir? Arzudur, Nəzrindir, Şəbnəmdir, anamdır, atamdır. Anamla, atamla da təbii ki də hər şey danışa bilmədiyimə görə, hər şeyi açıb tökə bilmədiyimə görə. Çünki niyə? Çünki mən bunları danışsam, yəni çox böyük bir xaos olur da, yəni əsla eləyə bilmirəm. Həm onlar mənə görə narahat olurlar, həm mən boş-boşuna özümü də üzmüş oluram təzədən. Ehtiyac yoxdur. Ən çox da mənim yanımda olan bacımdır təbii ki də. Çünki məsələn bir yerdən sonra Arzuya danışa bilmirəm. Çünki eyni söhbəti 3-cü dəfə danışıram sənə. O da deyir ki, Nərmin, qutar da day. Yəni qutar, bu dərdi at içindən də. Yəni bu o qədər də böyük bir şey deyil. Yəni sənin bunun üçün bu qədər efor sərf eləməyə və bu qədər ağlamağa, bu qədər inciməyə ehtiyac yoxdur. Yəni mən deyirəm ki, Nərmin, yaxşı sus. Huzursuz elirsən də insanları. Bilirəm elə deyil. Bilirəm siz baxanda bu deyəcək, ayda mala bax falan deyəcəksiniz, amma bilirəm elə deyil. Bacım amma məsələn mənlə saatlarla danışır. Saatlarla mənə öyüd nəsihət verir də, yəni. Və o qədər məntiqli şeylər danışır ki, həqiqətən bacım dünyadakı dərdləşəcək, yəni ən best insandır da, belə deyim, yəni. Məsləhət görürəm, bacımdan dərdləşin. Amma dərdlərinizdən boğmayın bacı. Düzdür, mən məncə boğduğumu düşünürəm. Çünki qız məsələn gəlirəm evə, mənim üzümdən zəhrimar yağır və deyir ki, nə olub Nərmin? Belə baxıram ki, nə ola bilər ki, yəni bilmirsən ki, nə olub yəni filan. Bir triplərə girirəm, sonra otururam, mahnıya qulaq asıram, ağlayıram. Və ağlayıram demək mənim üçün belə eziklik kimi gəlirdi ki, ağlayıram mən. Görün filan ya da ilgi dilənirəm. Yox, ağlayıram, konkret ağlayıram. İt kimi ağlayıram. İt kimi ağlayıram. Mən bunu deməkdən niyə çəkinməliyəm də? Yəni o qədər qəribə anlayışlar yaradılıb ki, hə gizlət göz yaşlarını görməsinlər. Qoy nə bilim, zəifliyim bilinməsin. Mən hal-hazırda çox zəifəm. Duyğusal olaraq çox zəifəm. Toxunsuz ağlayaram da, yəni o dərəcə zəifəm. Mən bunu deməkdən çəkinmirəm. Çünki yəni bu bir müddətli olacaq və düzələcək. Yəni elə vaxt gələcək ki, mən baxıb deyəcəm ki, kül başıma da buna görə ağlamışam, nəyəsə görə ağlamışam, buna görə dərdlənmişəm filan. Amma ağlayıram uşaqlar. Bir həftədir daimi olaraq hər gün bütün problemlərimi yadıma salıb ağlayıram. Bəli, siz də ağlayın. Ağlamaq çox gözəl bir şeydir. Məncə insana verilən ən gözəl şeylərdən biri ağlamaqdır. Yəni nə bilim, o bilmirəm, mənim bacım deyir ki, sən dramı sevirsən biraz, sən dram qatmağı sevirsən həyatıma. Amma yəni mənim əlimdə olan bir şey deyil də, mən dramı çağırmıram, gəl həyatıma filan da. O istər-istəməz gəlir, məni tapır və mən o dramı yaşamalıyam. Mən ağlamalıyam, üzülməliyəm və yaxud da özümlə baş-başa qalmalıyam ya da insanları bezdirməliyəm öz dərdlərimlə. Düzdür, mən sevən insanlar üçün mənim dərdim bezdirici deyil, bilirəm. Çox fərqindəyəm. Amma belə deyim də, nəsə deyəcəyim yadımdan çıxdı. Hər nəysə. Və yaşadığım problemlər bitmir. Məsələn, mən sentyabrdan bu yana çox ağır şeylər yaşadım. Ağır necə? Həyatımın dəyişikliyində çox belə tempində mənə yoracaq çox şey olurdu. Belə deyim də, adi o işə gedib insanların üzünü görmək belə mənim əsəblərimi pozurdu. Onu yavaş-yavaş öyrəşdirməyə çalışdım. Özümü o qrafikə salmağa çalışdım ki, belədir, budur filan. Yaxşılaşmağa başladım. Yəni yavaş-yavaş artıq özümə gəlirdim, belə deyim. Elə bir ki, birdən hamısı üst-üstə gəlməyə başladı da. Elə bir ki, biri oldu, o birisi sabahsı gün, birisi bir gözləyin.
Biraz dayanın, xahiş edirəm. Biraz dayanın, nə olar. Yəni özü məsəl üçün sanki geri danışıram ki, belə-belə bir şey olub. Sabahsı gün o da həmin adam da mənim şey eləyir də, yəni ondan betər eləyir, belə deyim. Yəni bu dalbadal olaraq yaşadığım məsələn anamla dalaşıram, məsəl üçün deyirəm də, sabahsı gün falan şey olur, dostumla dalaşıram falan. Sabahsı gün nəsə başqa bir yanda. Demirəm mən dalaşqan bir insanam və yaxud bilmirəm dediklərim anlaşılırmı, mənim fikrim çatırmı sizə? Sadəcə misal verirəm. Çox rahatdır bura. Əvvəl belə danışım. Nəysə uşaqlar, mən belə deyim də, mən çox yığıldığımı düşünürəm və hal-hazırda nəyi nə qədər hansı dərdə nə qədər yaşamalıyam, onu tutdura bilmirəm. Çünki dediyim kimi üst-üstə gəldiyi üçün mən hansını ağlayıram, tutuzdura bilmirəm. Düz ağlımda bu aralar tək bir fikir var. Tək bir fikir var. Bilmirəm niyə sualını çox sevirəm mən. Niyə belə oldu ki? Niyə olmadım? Niyə heç? Mən o qədər dreamy yaşayan bir insanam ki, o qədər belə delusional bir insan, doğrudan delusional bir insanam. Yəni ağlınıza yetirməyəcək qədər delusional bir insanam. Yəni beynimdə həmin insanla bağlı elə şeylər qururam ki, yəni əsla o zaten mənim onu yaşamağım yəni normaldır da. Yəni ki, o qədər ümid qırıqlığı yaşayıram ki, belə deyirəm ki, ay da belə niyə oldu? Yəni sən öz gözləntini o qədər yüksəldirsən ki, o qədər çox şey gözləyirsən ki insanlardan. Elə bilirsən ki, hə sən beləsən, o da elə olacaq. Yəni sən buna belə yanaşırsan deyə o da elə yanaşacaq. Əsla elə bir şey yoxdur. Əsla elə bir şey yoxdur. İnsanlardan doğrudan da gözləntinizi aşağı salmalısınız. Yəni mən hələ ki bunu bacara bilmirəm. İnşallah siz bacararsınız. İnşallah siz bacarırsınızdır. Çünki insanlardan heç vaxt bir şey gözləməyin. Necə deyim? Heç bir şeyinizi danışmayın. Heç bir şeyinizi, nə dərdinizi, yəni tamam o tək-tük yaxın insanlardan çıxmaq şərtilə heç bir dərdinizi, heç bir sevincinizi, heç bir nə bilim probleminizi, heç bir necə deyim, bir planınızı belə danışmayın da. İnsanlar o dəfə bir dənə şey gördüm. İnsanlar yəni xəyallı belə paxıllıq edə bilərlər də. Mən bu dəqiqə deyərəm ki, mən nə bilim Porsche almaq istəyirəm. O onun o qədər paxıllığını eləyər ki, və yaxud o onun o qədər hırsına düşər ki, yəni belə şeylərə çox da inanmamağım gəlir, amma o göz dəyər də sizə, belə deyim. Ona görə çalışın heç kimə heç nə danışmayın. Yəni ehtiyac yoxdur. Başqa söhbətlər var. Birini sevdiyinizi belə deməyin. Yəni mən bu insanı çox sevirəm. Mən bu insanla çox yaxşı yerlərə gələcəm və yaxud da dostluğumuz belə parlaq olacaq. Nə bilim, həyatıma yeni bir insan girib 100% əla olacaq. Heç kimə heç nə deməyin. Heç kimə heç nə deməyin. Sırf onun gözü dəyər deyə yox. Yəni bilirsiniz necə? Mən o qədər utanmışam bu aralar. O qədər utanmışam. Bəzi təriflədiyim, yerə göyə sığdırmadığım insanlar, belə deyim, heç kimin ağzına saqqız eləmədiyim insanlar, kimsə mənə deyirdi ki, yaxşı da, o qədər də yox. Dedim ki, kəs səsini, sən danışma da o barədə. Yəni mənim sevdiklərimdir, sən danışa bilmərsən filan. Və mən yəni elə bir şeylə qarşılaşdım ki, elə bir üzlə qarşılaşdım ki, dedim ki, oy da mən həmin o adamın üzünə necə baxım da bu dəqiqə yəni. Çünki çox qəribə bir hissdir. Tamam o da vecim olmamalıdır. Olub, bitib. Yəni bu mənim səhvim deyil. Yəni insanlara inanmağı seçən mənəm, okey. Gözləntimi yüksəldən də mənəm, amma necə deyim, onların o qədər pislik eləməsinin, onların mənə ziyan vurmasının səbəbkarı mən deyiləm. Yəni mən ən azından bu barədə vicdanım rahatdır. Yəni iləridə onların nələr yaşayacağını mən hiss eləyirəm, bilirəm ki, nələr yaşayacaqlar. Yenə də onları mən çox sevmişəm. Yəni dostlarımdır. Belə deyim. Həyatda da yəni heç kinim yoxdur. Yəni mən artıq kin saxlamağa özümə qadağan eləmişəm. Çünki kin insanı öldürür. Şəxsən məni öldürürdü. Çünki mən kinlə bəslənirdim, belə deyim də, şey olurdum. Ah eləyirdim necə? Ah olması insanlar çox var idi həyatımda ki, yəni o ahı hak edirdi də. Amma lazım deyil. O ah zaten sizi tapmaz da, yəni o sizin enerjinizdən alacaq. Necə deyim, o ahın gerçəkləşməsini gözlədiyiniz vaxtı oğurlayacaq da. O vaxt sizin vaxtınızdan, sizin ömrünüzdən gedir də, belə deyim. Hamının əlində gül var. Niyə görəsən deyirəm, sabah 14 fevraldır. Yenə tək girirəm. Yenə tək girirəm, amma olsun.
Ə, qəlbin boşdumu? Nəysə, bunu da sonra danışarıq. Ə, fikrim qarışdı. Mən o gülü niyə görüm? Çox gözəl gül idi özü də, yəni dəhşət gözəl idi. Və niyə bu qədər tez qeyd edirsiniz? Amma mən də olsam mən də tez ya da gec qeyd edərdim. Də evə buketlə getmək istəməzdim sevgililər günündə. Amma biləcək ki, sevgilim var. Amma mamam babamdan da. Mən niyə bu qədər boş-boş danışıram? Hər nəysə. Ə, hə, çox gözəl görsənir şəhər. O qədər gözəl görsənir ki, bura məsələn şeydir, kölgədir, amma gün düşən yerlər var, çox gözəl görsənir. Hə, kini özümə qadağan eləmişəm. Hə, yəni kin saxlamaq o deyil. Ki məncə bu kin onları şeyləməkdən çox, onları qaralamaqdan çox sizi daha çox qaralayır. Sizin ürəyinizi daha çox qaralayır. Ona görə biraz rahat buraxmağa üstünlük verirəm. Əsəbiyəmmi? Çox əsəbiyəm. Yəni çox-çox əsəbiyəm. Bu əsəb də keçəcək təbii ki. Hal-hazırda son bir həftə olanlar məni o qədər yorub ki, yəni ona görə hə, nə danışırdım, unutdum, qoymadılar videomu çəkim. Belə uşaqlar, yəni ki, nə deyirdim mən görəsən, axırıncı sözüm yadımdan çıxdı, videoya baxmağa da xoşum heç yoxdur. Hə, deyirdim ki, kindən danışdım, bağışlamaqdan danışdım. Bağışlamaq deyəndə, yəni mən bağışlanmaq sözünü biraz şey sayıram, bağışlamıram səni. Bağışlamayacağam. Çox da veciməkdir deyərlər də adama, yəni çox da veciməkdir. Bağışlamırsan, bağışlama. Onsuz mən bağışlama. Belə deyim də, insan ki o öz səhvini bilər və bağışlanmamaqdan qorxar, o vicdan əzabını çəkər. Mən bilərəm ki, hə də onu görürəm onun gözündə. Deyərəm ki, də mən sənə bağışlayıram. Amma bir də var ki, insan sırtığı ola, belə necə deyim, arsız ola. Sırtıq biraz argo oldu. Arsız ola, belə, yəni o nə etdiyinin fərqində olmaya, o necə deyim, olğunlaşmamış düşüncə ilə deyilən sözləri deyə. Yəni bir də elə insanlar çoxdur da. Yəni onda uje yəni bağışlamamaq onun vecinə olmayacaq. Yəni ki, ha sən ona denə ki, mən sənə bağışlamıram. Hə, başqa da heç nə. Yəni ki, biraz çətin dönəmdəyəm. Aşmağa çalışıram. Həyatıma yeni insan almamağa çalışıram və bir müddətdə almaq istəmirəm. Həmişə belə deyirəm. Deyirəm ki, mən yalnız qalacağam. Almaq istəmirəm heç kimi, dost, sevgili, flört, tanış, dunuş heç kim istəmirəm də, yəni həyatımda. Çünki doğrudan da gələn gedən, yəni həyatımda istədiyi şeyi eləyir, istədiyi kimi davranır. Sonra deyir ki, sağ ol. Da belə elədim sənə. Ala, götür. İşte də. Siz necə? Yəni insanlar mən o qədər qorxuram ki, bir insanı üzməkdən, bir insanda nəsə də onun dərd edəcəyi bir şey ona yükləməkdən çox qorxaram da. Bilmirəm bunu eləmişəm, eləməmişəm. Eləmişəmsə də fərqində deyiləm, deyilməyib, bilmirəm. Yəni demirəm də eləməmişəm. Ola bilər ki, eləmişəmdir. Amma həmişə ondan qaçmışam, həmişə qorxmuşam. Yəni həmişə tərəddüddə olmuşam da insanları üzməkdən, insanları qırmaqdan qorxmuşam həmişə. Amma qabağımdakılar elə belə deyim də, elə acımasız insanlar çıxır ki, bəzən. Deyirəm ki, yəni qəlb deyilən şey yoxdur, vicdan deyilən şey yoxdur. Deyiləcək sözlərimi bir insan danışanda sözünü seçər. Bir də zəif nöqtəmdən çox vuruldum bu aralar. Ona görə deyirəm ki, heç kimə heç nə danışmayın. Zəif nöqtələrinizi, heç nəyinizi danışmayın. Yəni çünki gün gəlir adamın üzünə elə vururlar onu. Elə vururlar, qalırsınız belə yana-yana. Yəni deyirəm ki, mən o qədər bu dünyadakı ən böyük xəyalım zamanda geriyə getmə. Yəni zamanda bir həftə belə geriyə getsəydim və yaxud 10 gün belə getsəydim, mən üçün qənimət idi. Çünki elə şeyləri dəyişdirərdim ki, deyərdim ki, ən azından bunu eləmədim, ən azından bu olmadı, ən azından ağlamıram, məsəl üçün deyərdim. Hə, bir də məsələn mən məsələn üçün fikirli insanam. Heç vaxt qərarsız və yaxud da qərarı tez-tez dəyişən, belirsiz bir insan olmamışam. Nəyəmsə oyam, netəm yəni. Mən deyirəmsə bu mən nə dedim? Mən bunu niyə dedim? Mənim ağzımdan tutub bunu siləcəm onsuz. Mən deyirəmsə səni, yəni
yəni bunu eləyəcəm sənin üçün, eləyərəm. Mənim sözüm, yəni belə mən çox qəribə və pis xasiyyətim var ki, ağzımdan söz çıxdısa olmalıdır o şey. Və bu da mənə çox şey eləyir. Yəni çünki həmin insanlar mənə qarşı eyni şey eləmir deyə. Deyirəm ki, bəs demişdin eləyəcəm, yəni mən sən arzudiklərimi həll demişdim məsələn. Nə oldu? Heç nə. Sən də mən də deyirəm ki, bu dəfə də mən tutmayım sözümü. Adi bir şeydir. Görüşə gəlmirəm məsələn. Demişdim, gəlmirəm. Bu belə necə deyim, özümü tərifləmək istəmirəm və yaxud da özümü də pisləmək də istəmirəm. Fikrim tam aydın izah eləyə bilmədim. Fərqindəyəm. Nəysə də, yəni ki, mənim özümlə olan problemimi çözməm lazımdır. Mənim bacım dedi ki, sən elə bir mentalda deyilsən ki, həyatına yeni insanlar alasan, yeni ünsiyyətlər qurasan, yeni insanlara güvənəsən. Elə bir mentalda deyilsən. Deyir çünki sən özü çox yorursan, yıpradırsan. Deyir ki, həyatı bir dəfə yaşayırsan və 22 yaşın var. Təsəvvür et, yəni 30 yaşında dönüb 22 yaşına baxacaqsan. Deyəcəksən ki, mən yəni buna görəmi özümü öldürmüşəm? Yəni bu muydu da, yəni nə bilim, problem mən sən bacım deyir ki, məsələn, əvvəlki problemlərimizə bax da indi. Gör indi sən onun dəyəri var sənin həyatında? Yox. Heç bir problem dəyəri belə yoxdur da o həmin köhnə problemlərin. İndi elədiyim problemlər, indi elədiyim dərdlərin də, indi yandığım dərdlərin də böyük ehtimal ki, bir 3 ay sonra mənim üçün heç bir önəmi qalmayacaq. Amma bilirsiz necə? Yenə deyirəm, mən insanlara çox önəm yüklədiyim üçün və onlarla çox gözəl şeylər fikirləşirəm həmişə. Deyirəm ki, bunu eləyərəm, bu olar, bunu eləyərik bir yerdə. Bu ümumiyyətlə bir konseptdən danışmıram amma, yəni bu dost, qarşı cins filan olsun, fərqi yoxdur. Çox plan qurmamaq lazımdır. Yəni mən həmişə şey deyirəm ki, nə bilim, çox plan qurma və özümə deyirəm ki, qurmayacağam da planday. Amma yenə də plan qururam, gələcəyi düşünürəm, xəyal qururam. Bu da məni ən böyük xəyal qırıqlığına uğradan şeylərdən biridir. Çünki yəni 2 gün sonra həmin adam olmur həyatında. Həmin insan sözünü tutmur, həmin insan nə bilim sözünü tutmur deyəndə heç kim mənə söz verməyib. Prosta yəni məsələn sözünü necə tutmur? Yəni bir gün danışırsın ki, bunu eləyəcəyik, onu eləyəcəyik. Sabahsı gün görsən ki, yoxdur və yaxud da tozu belə yoxdur. Yəni nə bilim, çox şey danışaram. Mən burada hər şey danışa bilmirəm axı. Görürsüz ki, belə qapalı-qapalı danışıram, belə başlayıram sözü, sonra dayanıram belə. Hətta neçə yeri kəsəcəm də böyük ehtimal ki. Yəni deyirəm, həmin insanlarla gəlib danışa bilmədiyimə görə, deyə bilmədiyimə görə ki, sən bunu elədin, bunu elədin, bunu elədin. Burada danışıram. Yəni bəlkə dinləyərlər, bəlkə inanmıram, bəlkə bir fərqinə vararlar nəyinsə. Varsalar da varmasalar artıq mənim problemim deyil onsuz. Yəni artıq həyatımdan çıxmış insanlardır. Nə bilim. Belə. Başqa da nə danışım? Nə danışa bilərəm artıq? Və mən də müxtəlif yollar axtarıram o özüm içimdəki o necə deyim, yanğını söndürmək üçün. Çünki doğrudan da belə bilmirəm bu nədən qaynaqlanır, nədən irəli gəlir ki, mən bu qədər hər şeyi problem eləyən bir insanam. Nə bilim, belə kiçik bir problemi gözümdə böyüdən bir insanam. Nə bilim, irəli düşünüb onun olmayacağını fikirləşərək özümü qorxudan insanam. Yəni bunlar olmamalıdır məncə. Çünki çox stres çəkirəm və məncə məni öldürsə bu stres, bu qayğı öldürəcək də. Yəni ona görə biraz vecsiz insan olmaq istəyərdim. Və duyğusal anlamda çox dərin düşünən bir insanam deyə, hər şeyi dərinliklərinə qədər düşünən bir insanam. Belə emotional intelligence yüksək bir insan olduğuma görə bu məncə heç də yaxşı bir şey deyil bunu belə intelligence, amma heç də yaxşı bir şey deyil. Çünki həyata çox insanın baxmayacağı tərəfdən baxırsan, problemlərə də eyni şəkildə, nə bilim, münasibətlərə də eyni şəkildə, ona görə də çox hüsrana uğrayırsan da. Yəni lazım olmayan şeylər çox yaşayırsan. Ona görə belə çox biraz qoyun, biraz mal olmaq istəyərdim. Bir damcı. Belə şeylər dəyməsin də mənə çox hər şey. Amma belə düşüncə öldürür.
Düşüncə məncə öldürər. Yaxşı düşüncə də öldürər, pis düşüncələr də öldürər. Niyə yaxşı düşüncə öldürər? Çünki yaxşı düşünərsən birinin haqqında, o qədər yaxşı düşünərsən, sonra o insan elə gəlib elə bir şey eləyər ki, deyərsən ki, mən ancaq beynimi yormuşam da, yəni beynimi doldurmuşam bu şeylərlə. Hə, yəni ən gözəl illərim imiş güya bu illər ki, yaşlar. Ə, nə bilim, necə yaşanmalıdır, necə keçməlidir, necə özümü xoşbəxt eləməliyəm, hələ ki tapa bilmirəm. Hələ ki yaşadığım üzüntünün şeyindəyəm. Onu yaşayıram. Bilmirəm nə qədər çəkəcək, nə qədər davam eləyəcək bilmirəm. Həmin insanlarla problemim çözüləcəkmi? Onu da bilmirəm. Çözülməsə daha yaxşıdırmı? Onu da bilmirəm. Heç bir şey haqqında dəqiq bir fikrim yoxdur. Düşünməyə qorxuram, fikirləşməyə qorxuram, ümid eləməyə belə qorxuram. Hətta həyatıma insan almağa belə qorxuram. Çünki o qədər, yenə deyirəm, o qədər üz görürəm ki, o qədər fərqli insanlar görürəm, o qədər hər cür belə insan görürəm ki, deyirəm ki, yox, mən biraz dayandırmalıyam bu həyatımdakı insanları çoxaltmağı. Çoxaltmıram. Mən normalda belə ətrafımda çox insan olmur. Həmişə eyni insanlar olur. Belə dediyimdə mənim dönəm-dönəm insanlarım dəyişir. Bir il biri ilə şey oluram, məsələn, sonradan nəsə olur, aram dəyir. Ki yenə deyirəm, mən şey insan deyiləm, problemli bir insan deyiləm, dalaşan insan deyiləm. Daha altdan alan insan həmişə olmuşam. Bəlkə də mənim sonumu bu gətirib, bilmək olmaz. Bilmirəm nə qədər dinlədiniz bunları, nə qədər sizə maraqlı gəldi. Mən məsəl üçün ancaq çox-çox sevdiyim insanın dərdini, bu qədərini dinləyərdim böyük ehtimal. Yəni çox maraqlı gəlsin, mən oturum qulaq asım. Və yaxud da söhbəti o qədər yaxşı olsun ki, mən oturum ona qulaq asım. Dinləməsəz də olar, yəni o qədər də önəmli deyil. Və düşünürəm ki, görəsən dinləməsinlər də, yəni bir-iki dənə şey də deyərdim. Məsələn, bəlkə dinləməyəcəklər axıra qədər bir-iki dənə də şey deyərdim. Hal-hazırda beynimdə düşündüyüm çox şey var. Belə həm üzüntü, həm arada bir sevinç, arada bir sevgi patlaması, arada bir darıxmaq. Çox darıxıram. Çox hədsiz darıxıram. Kim üçün desəz, deyə bilmərəm. deyə bilmərəm ki. Nəysə də, nənəm üçün darıxıram. Doğrudan da nənəm üçün həqiqətən çox darıxıram. Nənəmin evi üçün çox darıxıram. Nənəmin evi babamın evi gedir əslində. Amma yenə də nənəmgilin evi, nənəmin evidir də mənim. Çünki nənəm oranı qurub, ailə eləyib, ev eləyib. Yəni oranın o isti yuva olmasının səbəbi nənəmdir əslində. Çünki nə bilim, o ev o qədər gözəl evdir ki, ora getmək istəyirəm. İşdən vaxt tapmıram, gedə bilmirəm. Üşüyürəm. Çox darıxıram. Yəni o qədər qorxuram ki, bəzən yəni son görüşüm olacaq hər hansı bir insana. Son dəfə sarılacağam, nə bilim, son dəfə danışacağam, söhbət eləyəcəm, dərdləşəcəm. Dərdimi deyəcəm, sevincimi deyəcəm. Son dəfə şeysi çox pisdir. Yəni, bəzi insanlarla da son dəfə oldu həyatımda deyək. Hə, son dəfə qucaqlaşdıq və yaxud son dəfə bir şeylər danışdıq, bir şeyləri bölüşdük. Onun ağırlığını daşıyıram deyəsən qəlbimdə ki, son olmamalı idi da. Mən axı ehtiyacım var buna, axı istəyirəm. Bir-iki dənə şey də gördüm. Bu aralar çox baxıram belə duyğusal videolara, nə bilim belə psixoloji analizlərə, nə bilim, fal. Falla özümü öldürürəm. Yəni bu həftə saysız fal baxdırmışam, tarota baxdırmışam. Nə bilim, bibimə baxdırmışam, təsbehlə təsbehə baxdırmışam. Doğum xəritəsinə baxdırmışam, hər şeyə baxdırmışam. Əl falına belə baxdırdım da, yəni sadəcə o ümid işığını axtarıram da, ümid yerini axtarıram. Görəsən istədiyim olacaqmı? Görəsən bu olacaqmı? Filan falan. Nə bilim, nə qədər düz deyirlər, nə qədər düzdür. Yəni sadəcə necə deyim, o eşidib nəyisə rahatlamaq istərsən, onu yaşayıram bu dəqiqə. Başqa da heç nə. Sadəcə vaxtımı keçirirəm. Elə bil ki, biraz bədxərcliyin o vaxtla bağlı olan sözünü nə demək olar? Yəni vaxtımı boşa itirirəm bəlkə də. Çünki ömrümdən gedir. Yəni bir insanın gələcəkdən mən üçün nə edəcəyi və yaxud da nə olacağı aramızda gedib baxdırıram ona. Yəni onun bəlkə də vecinə deyil, onların bəlkə də vecinə deyil, nə olacaq, nə bitəcək. Mən burada özümü bitirirəm məsələn.
Bitirirəm deməyim də, yəni o hüznü yaşayıram da. Sevirəmmi bu hüznü görəsən, bilmirəm. Mən özümü kəşf eləyirəm ya arada bir ki, görəsən, a, belədirmi görəsən, mən beləyəmmi? Nə bilim, uşaqlar. Nə bilim. Bəzən hər şey çox çətin bir hala gəlir. Hal-hazırda məndə olduğu kimi. Ümid edirəm ki, sizin problemləriniz bu qədər ciddi deyildir. Ciddi nə dərəcədə ciddi? Yəni məsələn, tamam ölüm yox, qalım yox. Dünən bacımdan bunu danışdım. Ölüm yox, qalım yox, sağlığımız yerində, hə, şükür filan. Ailəvi problemlərimiz yox. Hə, amma yəni illa ki mən indiki dərdimi yaşamayıb da deməliyəm ki, şükür olsun bu var da, yəni ən azından bu olmayıb. Mən niyə o dərdi iliklərimə qədər yaşamıram ki? Mən çünki acıyıram, amma yəni pis oluram. Yəni o dərdi dərinə qədər yaşamaq istəyirəm, ağlamaq istəyirəm filan. Dedi, düz deyirsən. Ağla. Mən ağladım. Nə bilim. Bilmirəm haçan keçəcək. Ümid edirəm. Bu arada təkrarlayıram sözlərimi bilirəm. Keçərsiniz buralara, ötürərsiniz. Amma mən danışmalıyam ki, rahatlaşım. Nə bilim, yeni məşğuliyyətlər tapmağa çalışacağam böyük ehtimal yenə. Klassik özünə vaxt ayır şeyinə girə, tempinə girəcəm. Yeni bir şeylər eləməyə çalışacağam. Hələ indi biraz özümə gəlirəm necə? İndi biraz şey oluram da, yəni bu qədər də şey eləmə, özümü təsəlli eləməyə hələ indi başlayıram. Hə, biraz sonra nə bilim. Cəhələr yəni. Yəni də beynimi məşğul eləməyə çalışacağam. Bu qədər. Bu qədər mənim bugünlük problemlərim, dərdlərim bu qədər. Ümid edirəm ki, hər zaman pozitiv düşüncədə olarsınız, pozitiv şeylər düşünərsiniz. Necə deyim, hər zaman pozitiv olsun da həyatınız. Yəni özünüzü boş-boş insanlara görə, lazım olmayan insanlara görə, sabah bir gün tərk edəcək insanlara görə, bu gün olub sabah olmayacaq insanlara görə özünüzü öldürmərsiniz. Ümid edirəm ki. Nə bilim. Kaş insanlar biraz daha duyarlı olsa belə şeylərə. Nə bilim, bəlkə də mən çox böyüdürəm. Bəlkə də o da düşünür. Kimsə, yəni mənim qabağımdakı insan da düşünür mənim kimi, bilmirəm. Nə bilim, bəlkə də mən biraz çox düşünürəm. Olsun. Düşüncə, düşünməkdir. Nə bilim, boğazım ağrıdı danışmaqdan. Danışa bilmirəm də. Həm də üşüyürəm. Artıq söhbətim də yoxdur. Danışsam çox açılacam danışmağa, yəni başqa şeylər demək istəmirəm, danışmaq istəmirəm. Ümid edirəm ki, həyatınıza hər zaman, amma hər zaman bu dünyanın ən qəşəng duasıdır, ən qəşəng xeyir duası da belə deyim. Yaxşı insanlar çıxsın qabağınıza. Həqiqətən yaxşı, vicdanlı, mərhəmətli, sizi düşünən ən əsas şey, sizi düşünən, sizi önəmsəyən, dərdinizə çarə tapa biləcəyi, dərdinizə çarə tapmaq məcburiyyətində deyil heç kim. Yəni demək istədiyim bir sözlə, bir baxışla, bir nə bilim, bir şeylə, qayğı ilə sizə o təsəllini ötürə biləcəyi insanlar deyirəm. Çünki insan həqiqətən ailəsini seçə bilmir insan. Özünü seçə bilmir insan, amma qarşındakını seçə bilirsən. Sevgilini seçə bilirsən, sevəcəyin insanı seçə bilirsən, dostluğu seçə bilirsən. Yəni onu da səhv seçirsənsə, insan çox pis olur da. Yəni ki, mən bunu seçdim və mən bu seçimimin bu dəqiqə üzüntüsünü yaşayıram. Təəssüflər olsun ki. Qəlbə də söz keçmir. Qəlbimlə düşünən bir insanam. Nə qədər düzgündür bilmirəm. Beynimlə haçansa düşünə biləcəkmiyəm, onu da bilmirəm. Və mənim qabağıma da belə həmişə məntiqlə düşünən insanlar çıxır niyəsə. Məntiqlə qərar verdim. Budur nərimin filan deyə. Məntiqlə qərar vermək həqiqətən yaxşıdır. Çünki elədir. Hal-hazırda mən əgər bunları danışıramsa, deməli məntiqlə qərar vermirəm deyə, ürəklə danışıram, qəlblə danışıram deyə bunları yaşayıram məncə. Belə uşaqlar. Acam bu arada, darıxıram.
Çox darıxıram. Darıxmaq hissi kaş yox olsa, kaş bitsə. Yəni darıxmaq qədər pis bir hiss yoxdur. Mən çox darıxıram. Təkcə bir şəxs üçün yox, anılar üçün darıxıram, söhbətlər üçün darıxıram, vaxt üçün darıxıram. Həmin andakı xoşbəxtliyim üçün darıxıram, həmin andakı huzurum üçün darıxıram. Həmin insanların necə deyim, pure bir insan olduqları gerçəyini özləyirəm də belə deyim ki, ayda o vaxt elə düşünürdüm. O vaxt hamını gözümdə belə wow görürdüm. Darıxıram sadəcə. Çox darıxıram. İnşallah bu keçər. Ya da mənim qədər mən üçün darıxan bir insan taparam. Mən üçün də darıxsınlar. Darıxım məncə. Nə bilim, darıxmaq çox pis bir hissdir. Darıxıb bir yerə varamamaq pis bir hissdir. Çünki darıxırsan, neynəyəcəksən? Neyləyə bilərsən ki? Heç bir şey əlindən gəlmir. O çox pisdir. Neynəmək olar? Heç bir şey. Nəysə uşaqlar, mən sizi sevirəm. Bəzi insanları daha çox sevirəm. Qəlbimdə olan insanları çox-çox sevirəm. Bəzi insanlar var ki, sizə nəsə eləyər, pislik eləyər filan. Gözünüzdən düşər, daha sevməzsiniz. Bəzi insanlar da var ki, neynəsə də düşməz gözünüzdən. Və yaxud da neynəsə də yox, yəni o elədikləri o qədər də not a big deal da, yəni başa düşdünüz. O qədər də şey deyil. Ona görə sevməyə davam edirəm bəzilərini. Bu çox ağır bir şeydir. Çünki darıxırsan, sevirsən, amma bir türlü gedib ondan söhbət eləyəcək gücü tapmırsan. Gedib yanına gedib mən buradayam, bura gəl falan deyə bilmirsən. O qədər qəribə bir şeydir ki, məsələn, qürur da çox qəribə bir şey. Mən danışdıqca danışıram. Qürur da çox qəribə bir şeydir. Məsələn, qürur kaş olmasaydı məsələn. Mən bu dəqiqə məsələn qürur eləyirəm. Bəzi şeyləri deyə bilmirəm. Bəzi yerlərə gedə bilmirəm. Bəzi insanlara nə bilim, istədiyim şeyi deyə bilmirəm də, option. Amma qürurum olmasa, darıxmaq nədir? Gedərəm. Gəlirəm vəbşə. Nə deyə bilərsən ki, o insan ki, mən səndən iyrənirəm, get. Artıq istəmirəm, görməyə gözüm yoxdur deməyənə qədər vuruşardım yəqin ki. Qürur və şeyim olmasaydı belə, üssüz, arsız olsaydım. Gərək yoxdur. Niyə də öz hörmətimi salım ki? Özümə hörməti salmayım da. Yəni onun gözündə mənim hörmətimin olub olmamasının çox da tın yəni. Hər nəysə uşaqlar danışdıqca danışıram, sizi sevirəm. Siz də məni məncə sevirsiniz, bəziləriniz. Məncə videoya baxırsınızsa sevirsiniz burada. Axıra qədər baxmısınız, sevirsiniz. Gəl burada bir dənə açar söz deyək. Ayda, mazı kimi xarab elədiyi bu. İnşallah səs gəlmirdir sizə. Bir söz seçək, açar söz. Bunu yazsınlar yoruma. Onda deməli məni sevirlər və məni axıra qədər dinləyiblər. Nə olsun? Bu dəqiqə gördüyüm nə olsun? Abşeron olsun. Abşeron olsun. Çünki bu dəqiqə Abşeron deyə bir şey gəldi. Nəsə, Abşeron deyə oteli var idi. Nə var idi? Abşeron gördüm bəyə haradasa. Ay Allah. Hə. Heç nə. Uşaqlar. Abşeron olsun. Abşeron yazanları sevirəm. Nəysə, getdim mən. Yeni gəzəcəm, böyük ehtimal musiqi dinləyəcəm. Yenə düşünəcəm, yenə darıxacam. Və yəqin ki, Kapsa gedib dərs oxuyacam biraz. Gül də aldım, elə biləcəklər mənə alıblar. Nəysə, öpürəm sizi. Davayçı. Bye bye. New York.